Özünüzü başqaları ilə müqayisə etməyi dayandırın. Özünüzü başqaları ilə müqayisə etməkdən daha sürətli bir şəkildə özünə inamınızı məhv edəcək, motivasiyanızı öldürəcək və sevincinizi əlinizdən alacaq başqa bir yol yoxdur. Lakin buna baxmayaraq bir çox insan bunu hər gün edir. Onlar oyanırlar və etdikləri ilk şey başqasının həyatına, başqasının uğruna, başqasının nailiyyətlərinə baxmaq olur. Və sonra özlərini kifayət qədər yaxşı olmadıqlarına, geri qaldıqlarına və uğursuz olduqlarına inandırırlar. Amma icazə verin sizə vacib bir şey deyim. Özünüzü müqayisə etməli olduğunuz yeganə insan dünənki özünüzdür. Vəssalam. Çünki həqiqət budur ki, heç bir iki insanın yolu eyni deyil. Heç bir iki insan eyni yerdən başlamır, eyni çətinlikləri yaşamır və ya eyni maneələrlə üzləşmir. Buna rəğmən insanlar öz inkişaflarını başqasının hekayəsi ilə, başqasının zaman qrafiki ilə, başqasının ən parlaq anları ilə ölçmək səhvini edirlər və bunu etdikdə özlərini bədbəxtliyə sürükləyirlər. Başqalarının nə etdiyinə baxmağı dayandırmalı və öz yolunuza diqqət yetirməyə başlamalısınız. Çünki özünüzü başqaları ilə müqayisə etdikdə, siz hətta reallığı müqayisə etmirsiniz. Siz sadəcə səthdə gördüklərinizi, onların göstərməyi seçdiklərini müqayisə edirsiniz. Birinin qazandığını görürsünüz, lakin keçdiyi çətinlikləri görmürsünüz. Birinin uğur qazandığını görürsünüz, lakin dəf etməli olduğu uğursuzluqları görmürsünüz. Birinin əmin olduğunu görürsünüz, lakin özündən şübhə edərək keçirdiyi gecələri görmürsünüz. Lakin siz bütün çətinliklərinizlə, bütün etibarsızlıqlarınızla, bütün sınaqlarınızla özünüzə baxır və onlardan daha aşağı olduğunuza özünüzü inandırırsınız. Amma belə deyil, siz sadəcə yolunuzun fərqli bir mərhələsindəsiniz. Bu haqda düşünün. Bir toxum əkdiyiniz zaman hər gün onun başında dayanıb hələ ağac olmadığı üçün hirslənirsiniz. Bunun vaxt apardığını anlayırsınız. Nəticələri görməzdən əvvəl böyümənin səthin altında baş verdiyini bilirsiniz. Amma söhbət həyata gəldikdə insanlar bunu unudurlar. Tam çiçəklənmiş başqa birinə baxır və hələ də böyüdükləri üçün məyus olurlar. Unudurlar ki, əgər sadiq qalsalar, irəli getməyə davam etsələr, onların da vaxtı gələcək. Problem ondadır ki, özünüzü başqaları ilə müqayisə etdikdə, etdiklərinizin kifayət etmədiyini hiss etməyə başlayırsınız. Özünüzdən şübhələnir və inkişafınızı tələsdirməyə başlayırsınız. Tələsdikdə isə səhvlər edirsiniz, diqqətinizi itirirsiniz və öz yolunuza qarşı səbrinizi itirirsiniz. İnsanlar məhz belə təslim olurlar. Bacarıqsız olduqları və ya kifayət qədər yaxşı olmadıqları üçün deyil, indi daha irəlidə olmalı olduqlarına özlərini inandırdıqları üçün. Zehninizi öz yolunuzda qalmaq üçün məşq etdirməlisiniz. Hər gün özünüzə xatırlatmalısınız ki, yolunuz sizin yolunuzdur və o başqasınınkına bənzəmək məcburiyyətində deyil. Bəzi insanlar tez uğur qazanır, bəziləri isə daha geç, bəziləri əvvəlcə çətinlik çəkir və sonra irəliləyir, bəziləri isə sabit inkişaf edir. Bəziləri ehtiyac duyduqları bütün resurslarla başlayır, bəziləri isə hər bir imkan üçün mübarizə aparmalı olur. Amma sonda bunların heç birinin əhəmiyyəti yoxdur. Çünki harada dayanacağınızı təyin edən yeganə şey sizin öz səyiniz, öz intizamınız və öz düşüncə tərzinizdir. Özünüzü başqaları ilə müqayisə etmək əvəzinə, keçən həftəki, keçən ayki, keçən ilki özünüzlə müqayisə edin. Əhəmiyyətli olan yeganə müqayisə budur. Əvvəlkindən daha yaxşısınızmı? Böyüyürsünüzmü? İnkişaf edirsinizmi? Əgər cavab bəlidirsə, deməli, doğru yoldasınız. Əgər cavab xeyirdirsə, onda səyləri artırmağın vaxtıdır. Başqasının nə etdiyinə görə yox, daha yaxşı olmağı özünüzə borclu olduğunuz üçün. Uğurunuzu başqasının yoluna əsasən ölçməyi dayandırmalısınız. Başqası irəlidə göründüyü üçün öz inkişafınızdan narahat olmağı dayandırmalısınız. Başqalarının uğurunun sizə uğursuzluq hissi verməsinə icazə verməyi dayandırın. Çünki belə deyil, siz öz zaman qrafikinizdəsiniz. Və sizin tək işiniz davam etmək, böyümək, inkişaf etmək və inanmaqdır ki, bunu etdiyiniz müddətcə məhz olmalı olduğunuz yerdəsiniz. Həmişə sizdən irəlidə kimsə olacaq. Həmişə hər şeyin daha asan göründüyü, daha sürətlə hərəkət edən və ya daha yaxşı işlər görən biri olacaq. Lakin bu sizin uduzduğunuz, kifayət qədər yaxşı olmadığınız və ya özünüzdən şübhə etməli olduğunuz mənasına gəlmir. Bu sadəcə onların yolunun fərqli olduğu deməkdir və bu normaldır. Çünki günün sonunda uğur başqasından daha yaxşı olmaq deyil,
özünüzün ən yaxşı versiyanız olmaqdır. Və nəhayət bunu başa düşdükdə, müqayisə etməklə vaxt itirməyi dayandıracaq və həqiqətən vacib olan şeyə, öz inkişafınıza və öz tərəqqinizə diqqət yetirəcəksiniz.